İyulun 6-sı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyidi tapılıb. Doğru xəbər Azərbaycan bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Marif oğlunun meyidi batdığı yerdən təxminən 6 kilometr aralı sahildə aşkar edilib. Bakıda gənc oğlan yaşadığı evdə qəfil vəfat edib. Hadisə ötən gecə Qaradağ rayon sahil qəsəbəsində qeydə alınıb. Saat 21 radələrində qəsəbə sakini 2006-cı il təvəllüdlü Nuran Qədirli səhhətinin kəskin pisləşməsi səbəbindən ölüb. Onun şəkərli diabetdən əziyyət çəkdiyi bildirilir. Xəbər verildiyi kimi Bakıda evdən kişi və həyat yoldaşının meyitləri aşkarlanıb. Hadisə Ramana qəsəbəsində qeydə alınıb. İlkin ehtimala görə qəsəbə sakini 1985-ci il təvəllüdlü Coşqun Nurəddin oğlu Bağırov yaşadığı evdə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib. O arvadını öldürdükdən sonra zirzəmiyə enərək öz həyatına da son qoyub. Qonşuların sözlərinə görə Coşqun Bağırov bir ay əvvəl həbsdən çıxıbmış. Hadisə baş verəndən bir gün qabaq isə Coşqun iki övladını qohumlarından birinin evinə göndərib. Hadisə vaxtı evdə Coşqun və Nübar ikisi olublar. Qətl hadisəsi də elə həmin vaxt baş verib. O da məlum olub ki, Coşqun həbsdən çıxdıqdan sonra Nübar onunla barışmaq istəməsə də anası onları yenidən bir araya gətirib. Bundan sonra ana Rusiyaya köçüb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırmalar aparılır. Balakəndə 43 yaşlı kişini sel aparıb. Qafqaz Info bildirir ki, rayonun Katex kənd sakini 1983-cü il təvəllüdlü Aslan Ramazanoviç Rızayev Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatçılıqdan suya yıxılıb. Həmin şəxsin meyidi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Samuqda ağır yol qəzası olub. Hadisə rayon ərazisində qeydə alınıb. Məlumata görə iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb. Hadisə yerinə polis və aidiyyatı qurum əməkdaşları cəlb olunub. Qəza nəticəsində ölən və yaralanan şəxslərin kimliyi açıqlanıb. Hadisə zamanı 1975-ci il təvəllüdlü Samir Əhmədov, 1987-ci il təvəllüdlü Fəridə Əhmədova və 1962-ci il təvəllüdlü Aqilə Aliyeva həyatını itirib. 17 yaşlı Əhməd Əhmədov isə xəsarət alıb. Xəbər verdiyimiz kimi paytaxtın Nərmanov rayonunda Mitsubishi Pajero Io markalı maşının evakuatorla çırpılması nəticəsində minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdən ilə hadisə yerindəcə ölüb. Ölən şəxs Şadman Əskərzadədir. Məlumata görə Şadman nişanlı imiş.